Azərbaycanda nə baş verir? Ölmədik, bu günləri də gördük deyə biləcəyimiz xəbərlərin hamısı arxa-arxaya baş verir əslində. Media meymunlarının çıxardığı hoqqaları bir tərəfə buraxsa və əgər sıx ciddi xəbərlərdən yola çıxası olsaq, son bir ayın xəbər başlıqları içərisində ən çox diqqəti çəkənlər bunlardır. Əvvəlcə Adnan deyilən bir iş adamı həbs edildi. Qısa bir müddət sonra Cabir İmanov dünyasını dəyişdi. Ramiz Mehdiyə vətənə xəyanətdə ittiham edildi. Azərbaycan təyyarəsi 30 ildən sonra Yerevana endi. Sizcə bu xəbərlərdən hansı Azərbaycan üçün, onun maraqları üçün, ölkə üçün tarixi əhəmiyyət kəsb eləyir? Ümumiyyətlə xəbər nədir? Xəbər 1K plus 5N düsturu ilə yazılan anlayışdır. Kim, nə vaxt, nəyi, necə, nə üçün etdi suallarının hamısına bir xəbərdə cavab tapılmalıdır. Gəlin görün ki, Azərbaycanda ölkə gündəmini işğal edən və önəmi, əhəmiyyəti çox yuxarı olan hadisələrlə bağlı bu xəbərləri verərkən yuxarıda sıraladığım sualların əksəriyyətinə cavab tapılmır. Özləri müxtəlif görünsələr də eyni şef redaktor tərəfindən idarə olunan xəbər kanallarının hamısı əllərinə yazılıb verilmiş məlumatları palas-palas tirajlayarkən hamı sadəcə gülərək, istehza edərək, biraz onların altında qımışaraq bu xəbərləri izləyir və onların doğruluğuna heç kimsə inanmır. Oturursan Amerikada, sənin Azərbaycanla nə işin var? Söz və ifadə azadlığının əldə bayraq edildiyi bu Amerikada belə son bir ildə dəyişən siyasi ritorika gözlər qabağındadır. Heç bir şəkildə Azərbaycandan geridə qalmır. Nəinki Azərbaycandan, heç qonşumuz, əzizimiz olan Türkiyədən, eləcə də o şimaldakı keçmiş böyük qardaşımız indi olmasın, Rusiyadakı siyasi ritorikadan heç bir şəkildə fərqlənmir. Bəli, burada da insanlar danışmaqdan qorxmağa başlayıblar. Burada da artıq siyasi hökmranlığı ələ keçirən qüvvə tərəf öz oponentlərini, ona müxalif olan insanları, onu istəməyən insanların heç birisinə yaxşılıq arzu etmədiyini, onlarla bağlı duyğu və düşüncələrini və fikirlərinin müsbət olmadığını çox açıq bir şəkildə ifadə edib. Əslində, Amerikada demokratiyanın gətirmiş olduğu o qədər çox problem var ki, siz siyasi hakimiyyətdən ötürü bir-biri ilə davamlı olaraq 365 gün və illərlə mübarizə içərisində olan insanların bir-birinə qarşı səsləndirdikləri fikirləri, ifadələri, gördükləri işləri, bu siyasi mübarizəyə diqqət edəndə, xəbərləri izləyəndə yorğun düşürsən. Elə xüsusilə bizim kimi evdə bişməyib, qonşudan gəlməyib, nə olduğunu bilməyən insanlardan ötürü Amerikanın siyasi həyatındakı və gündəmindəki bu xəbərlərin içərisinə düşmək, onları dinləmək, onların negativ təsiri altında qalma və sair məsələlərin hamısı ilə baş eləmək sözün həqiqi mənasında çətindir. Ən azından Amerikada insanlar seçkiyə gedirlər, seçkidə seçirlər və aldıqları nəticədən xoşhal olmasalar belə, biz seçdik, cəzasını da özümüz çəkəcəyik deyə 4 il bilə bilmədin, yəni maksimum 8 il buna tab gətirəcəyik ümidi ilə yaşayırlar və müəyyən bir müddətdən sonra vaxtı vədəsi gələndə o istənilən xalqın istədiyi, səs verdiyi və sandıqdan çıxan nəticələrə görə durumlar dəyişir. Bəs Azərbaycanda nə dəyişir? Bir müddət əvvəl Azərbaycan insanı Adnan deyə bir insanı tanıdı. Belə bir biznesmen varmış, belə bir iş adamı varmış. Azərbaycanda iş adamı və biznesmen deyəndə hansı tiplər ağla gəlir? Dünyada biznesmen, Amerikada biznesmen və Azərbaycanda biznesmen deyəndə məncə ayrı-ayrı anlayışlardan bəhs edir. Adnan fenomeni ortaya çıxanda insanlar bir heyranlıq içərisində onu izləyirdilər. Bilirsiniz, futbolun olmadığı bir ölkəyə dünyaca məşhur futbol ulduzlarını gətizdirib, onlara armudu stəkanda çay içirdib, onları Azərbaycan dilində tutuquşu kimi bəzi sözləri əzbər-əzbər söylətməklə, bununla qürur duyan bir insanla fəxr edən minlərlə, milyonlarla Azərbaycanlı varmış, bir bunu gördük. Amma qısa bir müddətdən sonra yenə eyni adam, bu qəhrəman adam həbs olundu. Amma hələ də indiyə qədər də onun niyə, hansı səbəb və əsaslarla həbs olunmasına dair hər hansı bir məsələ
ortaya qoyulmadı. Ciddi bir məsələ ortaya qoyulmadı və hələ də, yəni onun haqqında yazılan, pozulan baş redaktorun, şef redaktorun oxumaq üçün əlinə dürtdüyü o troll media nümayəndələrini bir tərəfə buraxsa, adamın nəyə görə tutulduğu və əslində onun etdiyi əməllərin nədən ibarət olduğu, haqqında danışılan əməllərin və haqqında danışılmayan, amma çox bərbad, iyrənc, mundar sayıla biləcək əməllər haqqında heç kimsə danışmır. Bu ikiyüzlülük o qədər yorucudur ki. Amma cəmiyyət bu mövzunu müzakirə edib bitirməmişdi ki, hər kəsin sevimliyi Sazovlan müəllim Cabir İmanov dünyasını dəyişdi. 49 yaşında faciəli bir ölümdür. Heç kimsəyə o şəkildə, o yaşda, o formada ölməyi yəqin ki, heç birimiz istəmərik. Amma hər kəsin sevimlisi olan bu Cabir İmanov dünyasını dəyişdikdən sonra da onunla bağlı yeni fikirlər. Bu da son illərdə Azərbaycan cəmiyyətinin içərisində çox ənənəvi bir hala çevrildi. Ölənin ardınca danışmazlar deyən bir mentalitetə sahib olan Azərbaycanlılar indi artıq dünyalarını dəyişdikdən sonra onların arxasınca hər cür formada danışa bilirlər. Cabir İmanov KVN-dən gəlirdi, gülməli skeçlər edirdi, hər kəs ona baxırdı, hər kəs onu xoşlayırdı, amma eyni zamanda bir çox insanın görmədiyimi, görmək istəmədiyimi və ya bu haqda danışmaq istəmədiyimi başqa bir siması ortaya çıxırdı. O da onun polis sistemində, daha sonra da təhlükəsizlik sistemində tutduğu vəzifədən qaynaqlanan işinə görə missiyasını yerinə yetirərkən onu sevən, onu dəstəkləyən, onu alqışlayan və ona dəyər verən Azərbaycan insanına, hansı ki səs vermişdi, meydanlara çıxmışdı və o səsini, o sandığını qorumağa çalışırdı, onlara təpik atarkən görüldü. Və bu səhnələri görəndən sonra dünyasını dəyişmiş bir insana hər kəsin rəhmət diləmək istəməməsi də çox normal bir hadisədir. Cəmiyyət budur. Siz onlara xəbəri hazırlayacaqsınız. Hər tərəfdən hazırlayacaqsınız və onu təqdim edəcəksiniz. İnsanlar görəcəklər və öz analizlərini edəcəklər. Deyərkən yenə Cabir İmanovun 2003-cü ilin oktyabr ayında sıravi Azərbaycan vətəndaşına atdığı təpikdən əvvəl müzakirə olunması gərəkən əsas problem bilirsiniz nə idi? Səsküylü, hayküylü və geniş çaplı mitinglərin və səs vermənin keçirildiyi, seçkinin keçirildiyi bir dönəm idi və tarixə qarışdı getdi. Bu o vaxt idi ki, qonşu Gürcüstanın kanalları, televiziya kanalları öz əməkdaşlarını Qələbə meydanına, Bakıya göndərmişdilər və onlar oradan canlı yayımlar edirdi. Türk kanalları canlı yayımlar edirdi. Amma Azərbaycan kanalları oradan heç bir yayım etmirdi. Və nəticə etibarilə o miting dağıdıldığı zaman Azərbaycan televiziyasının və ANS televiziyasının yetirdiyi ən yaxşı xəbərçilərdən biri olaraq tanınan bir əməkdaşı insanları quduzluqda ittiham edirdi. Bu işin ən ağrılı tərəfi idi. Yəni media dediyimiz hadisə heç vaxt uzun illərdə Azərbaycanda heç bir hadisənin, heç bir xəbərin mahiyyətinə, dərinliyinə yetmir. Və bu mexanizmi quran insanlardan birisi Boz kardinal olaraq tanınan Ramiz Mehdiyev ki, ən yeni Azərbaycançılıq ideyaları və ideologiyası onun ağzından çıxan sözlərlə və onun yetişdirdiyi kadrlar vasitəsilə tirajlanaraq insanlara, cəmiyyətə, məktəblərə, hər şeyə sırıdılırdı. İndi o adam dövlətə, vətənə xəyanətdə ittiham edilir. Çox gülməlidir. Həm də 4 aylıq ev həbsinə məhkum edilir. 87 yaşında bir adamın dövlət çevrilişinə cəhd etdi deməyi belə pişmiş toyuğu güldürən silsilədən deyilmi? Ya siz bu xəbərləri və ya bu xəbəri hazırlayarkən onun yanında uydurduğunuz, yazdığınız məktublar, o palaz məktubları oxuyarkən, səsləndirərkən heç mi özünüzə hörmət etmirsiniz? Yəni, həqiqətən elə düşünürsünüz ki,
sizi izleyen insanların içerisinde biraz başı işleyen, biraz sual vermek kabiliyeti olan, biraz dünyadan anlayışı olan ve size gülen insanlar var. Yani onlar eğer seslerini çıkarmırlarsa, onların eğer hiçbir gücü yoktursa, bu size hiçbir şekilde hiç neye esas vermir axı. Bütün bu haberlerin hamısında çok qəribə bir show business əhval-ruhiyyəsi var. Show business deyil, hətta sirkdir. Ve bu sirk o kadar abırsız bir sirkdir ki, bu sirk o kadar özüne aşık olup, o kadar mənasız hərəkətlər yığınına aludə olub ki, ölkə üçün strateji olaraq çox əhəmiyyətli olan xəbərlərin belə önünə keçib. Azərbaycan və Ermənistan arasında 1988-ci ilin fevral ayından başlayaraq davam edən uzun illərin konflikti bitmək üzrədir. İki müharibə oldu. Birində uduzuldu, digərində qazanıldı. Sülh müqaviləsi yoxdur, amma addım-addım ona doğru gedilərkən vətəndaşlar, insanlar, yoldaşlar, ay cəmaət, ən önəmli xəbər Azərbaycan təyyarəsinin 30 ildən sonra Yerevanda enməsi və imzalana biləcək sülh müqaviləsi değilmi? Niye bu kadar vacip olan bir haber Ramiz Mehdiyevlerin, Fezail Ağamalıların uşaqlarının arasındaki qalmaqal və sair kimi parlament meymunlarının hamısının çıxardığı hoqqaların arxasında sönük bir xəbər kimi qalır. Əgər yenə Amerika cəmiyyəti ilə müqayisə edəcək olsaq, Don't Look Up diye bir filmdi. Başrolunda Leonardo DiCaprio'nun oynadığı bu filmdə əsas süjet xətti bundan ibarət idi ki, kosmosu araştıran alimlərdən birisi yer kürəsinə doğru gələn çox böyük və dağıdıcı fəsadları olub yer kürəsini məhv edə biləcək bir meteor haqqında bütün kanallara çıxır, bütün efirlərə çıxır. Adam özünü həlak edir, əlindən gələn hər şeyi etməyə çalışır, amma bu televiziya kanallarının heç birisində onu ciddiyə almırlar. Əvəzində isə yenə show business, əyləncə və yeri gəldiyində həmin alimin özünü də ələ salırlar. Bugün Amerika'nın da Azerbaycan'ın da reallıkları budur. Bizim 20 il əvvəlki reallığımızdan değişen çok büyük bir şey yoktur. Rəqəmlərdir və hansısa statuslardır. Geridə qalan hər şey isə bu xəbərlərin məzmunu və onların hazırlanıb ictimaiyyətə təqdim edilməsi formatından da gördüğümüz kimi əsas olan əgər insan faktorudirsa, bu insan faktorunu, bu insan kapitalının içerisinde insana ve onun değerlerine, cemiyete ve onun nümayəndələrinə, onların gələcəyinə olan boş ve mənasız bir baxışdır. Deyəsən biraz çətin oldu, hə? Ne diyeyim? Bağışlayın, vaxtınızı aldım.